Dəyərli dostlar, hər vaxtınız xeyirli olsun. Bugün sizə Ceyranbatan qəsəbəsində belə bir kupçalı əla bir həyət evi çəkib təqdim edirəm. 40-40 karkaz beton üzərində inşa olunub, qoşadaş 4 bir tərəfdən cüt kubikdir dəyərli dostlar. Ümumi mərtəbə yekunda beton kəmər atılıb. Əla bir 3 otaqlı həyət evi çəkib göstərirəm. Görürsünüz, bu tərəfini və arxa tərəfini keçid etmək mümkündür. Satışda nadir hallarda belə gözəl evlər olur. Qazın suyun işığın fasiləsi olduğu mərkəzi kanalizasiyanın fəaliyyət göstərdiyi bir ərazidir. Ceyranbatan qəsəbəsində Araz marketdən dəqiq olaraq 500 metr. Arkada da demək olar ki, qapısının ağzında kimi asfalt yoldur. Baxın, padval hissədə yenicə betonlanıb, dəyərli dostlar, rahatlıqla hərəkət etmək mümkündür, otaqlara keçid etmək mümkündür. Bu hissəyə yön verilib, trap qoyulub, darvaza uzaqdan idarəolunan sistemlə təchiz olunub. Gəlin evin daxilinə tanış edeyim sizi. Geniş otaq ölçülərinə sahib bir evdir. Ceyranbatan qəsəbəsində kupçalı ev axtaran müştərilər, alıcılar mütləq əlaqə saxlasın. Qrant gördüyünüz yerlərin hər biri istipoldur, dəyərli dostlar. Baxın, əla təmir olunmuş, yüksək zövqlə təmir olunmuş bir evdir. Girişdə sağda geniş mətbəx sahəsi yerləşir. Bir daha qeyd edirəm, qazın suyun işığın fasiləsi olduğu mərkəzi kanalizasiyanın fəaliyyət göstərdiyi bir ərazidir. Belə bir deməli mətbəx sahəsi. Daha sonra buradan sanitar qovşağı göstərim siz. Geniş sanitar qovşaq duş kabin üçün də yer ayrılıb. Çox əla qiymətdən təklif olunur. Real alıcılarla qiymətdə danışıb razılıq əldə etmək mümkündür. Buraya yataq otaqlarından biri. Hasarla məsafəsi gözlənilir, hörmətli dostlar. Buradan daha sonra sizə göstərim növbəti otağı. Belə bir ailə üçün nəzərdə tutulmuş geniş yataq otağı. Otaqlarda isitmə radiator vasitəsilə həyata keçirilir. Bütün otaqlara kondisioner və televizyon xətti çəkilir. Bura isə zal hissə. Belə gözəl zal qonaq otağı mövcuddur. Baxın dəyərli dostlar. Qiymət 98.000 manatda alıcılara endirim olunacaq. Qaz suyu işıq fasiləsizdir, kommunallar mövcuddur, mərkəzi kanalizasiya var. Əlaqə saxlamağı unutmayın dəyərli dostlar, sağ olun, hələlik.